Qoç, günün ilk yarısında işlərə necə başlasanız, sonraki proseslər həmin məcrada davam edəcək. Hansısa işlər alınmasa bədbinliyə qapılmayın. Qarşınıza çıxan maneələri dəf edə bilərsiniz. Ailə üzvlərinizin vəziyyətini yaxşılaşdırmağa çalışın. Alicənab insan təsiri bağışlamağa can atmayın. Buğa, yalnız öz mövqeyinizi yox, başqalarının da maraqlarını düşünün. Yaxşı münasibətləri qorumaq üçün bəzi məqamları qurban verməyi bacarmaq lazımdır. Səhhətinizə fikir verin. Zərərli vərdişlərdən qurtulmaq üçün əlverişli gündür. Əkizlər, yaradıcılıq üçün yaxşı gündür. Problemlərin həllini başqalarına həvalə etməyin. Yardım istəyənə mütləq kömək edin. Laqeyd olmayın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün planlarda dəyişikliklər etmək olar. İstirahət və əyləncə fikirlərini təxirə salın. Xərçəng, iş yoldaşlarınızın maraqlarını nəzərə alın. Onlara işlərində yardım edin. Ailə üzvlərinizin tələblərini yerinə yetirməsəniz mübahisə yarana bilər. Pasiv olsanız, fəaliyyətinizdə yaxşı uğur qazanmaq ehtimalı azalacaq. Şir, ailə üzvlərinizin, qohumlarınızın hisslərini anlamağa çalışın. Bilavasitə sizinlə bağlı olmayan problemlərə görə narahat olmayın. Aktivliyi azaltmayın. Hərdəmxəyallıq etməyin. İkinci dərəcəli məsələlərə fikir verməmək məsləhətdir. Günün ikinci yarısını sakit keçirin. Emosiyalara qapılmayın. Qız, hadisələrə təsir etmək çətinləşir. Mövqeyinizi gücləndirmək cəhdlərinə son verin. İmkanları əldən verməmək üçün dayanıqlı plana malik olmalısınız. Günün ikinci yarısında əhvalınız pozula bilər. Narahat olmayın, dünyanın sonu deyil. Tərəzi, gərəkli tərəfdaşlarla bir qədər emosional təmaslar qurun. İmkanlarınızı artırın, əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Yaxın ətrafınızdakı insanların niyyət və istəklərini nəzərə alın. Günün ikinci yarısında qərar qəbul edərkən tələsmək olmaz. Vəziyyəti yaxşıca götür-qoy edin. Əqrəb, ətrafınızdakı insanlarla münasibətə diqqət yetirin, başqalarının mövqeyini anlamağa çalışın. Səbəbsiz münaqişə yaratmayın, yeni dostlar tapa bilərsiniz. Əhəmiyyətsiz saydığınız əlaqələri dayandırmaq zamanıdır. Oxatan, yaxın insanların qeyri-adekvat davranışı ilə qarşılaşa bilərsiniz. Təmkinli, səbirli olmaq lazımdır. İntuisiyanıza güvənin. Hadisələri sürətlə analiz etməyə çalışın. Ehtiyatsız addımlar atmayın. Günün ikinci yarısında bilavasitə dəxli olmayan problemlərin həllinə vaxt ayırmaq məcburiyyətində qalacaqsınız. Oğlaq, adi günlərdən fərqli olaraq daha effektiv davranış tələb edən gündür. Müəyyən şərtlərə uyğunlaşmağınız da tələb olunur. Hər şeyə həddən artıq önəm verməyin. Reallığı düzgün qiymətləndirin. Dolça, praktik və qənaətçil olun. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə vəsaitiniz azala bilər. Ailə büdcənizi də nəzərə alın. Axşam saatlarında normal istirahət edin. Dostlarla görüş üçün də münasib gündür. Balıqlar, yaxınlarınızın və şəriklərinizin maraqlarını qulaq ardına vuraraq xudbinlik etməyin. Tələbatların nəzərə alınması işlərinizdə yeni təkanlara rəvac verə bilər. Davranışlarınıza fikir verin. Sizə yaxşı məsləhət verən insanı dinləyin.